Salam dəyərli izləyicilər. Bugün sizinlə İran və ABŞ müharibəsinin və hal-hazırdakı atəşkəs dövrünün necə davam edəcəyi haqqında müzakirə aparmaq istəyirəm. Dediyim kimi bu bir analiz videosu deyil, qısa dəyərləndirmə videosudur. Əgər sıxılsanız, izləmək istəməsəniz, təbii ki, videonu bağlaya bilərsiniz. Hadisələrin bugünə qədərki gedişatı haqqında həm Facebook, həm Telegram kanalımız üzərindən sizi məlumatlandırdıq. Bugün normalda atəşkəs müddəti başa çatırdı və müharibənin 3-cü raundu başlamalı idi. Lakin sabaha təyin edilən növbəti müzakirələrə görə, yəni 22 aprel tarixində İslamabadda keçiriləcək növbəti müzakirələrə görə atəşkəs bir gün daha uzadıldı. Hal-hazırda tərəflər var gücü ilə 3-cü raunda doğru hazırlaşır. Açıqcası bu iki tərəfində həm açıqlamalarında, həm iki tərəf haqqında mediada çıxan xəbərlərdə və s. öz təsdiqini tapır. İran tərəfi öz raket ehtiyatlarını yeniləyir, Rusiya və Çinin də dəstəyi ilə əksik logistikanı təmin etməyə çalışır. Burada Pakistanın da dəstəyi olduğu artıq mediada öz yerini alıb. Buna baxmayaraq, İsrailin etirazlarına baxmayaraq, Amerika nəyə görə Pakistanı vasitəçi olaraq qalmasına icazə verdi? Bunun bir neçə səbəbi var. İlk səbəbi İran uranı təslim edəcəksə bu Pakistan olacaq. Çünki uzun müddətdə Rusiya faktoru var idi və İran qəti şəkildə Rusiyaya uranı verməyə razı olmadı. Lakin Pakistana vermə ehtimalı yüksəkdir. Eyni zamanda Pakistanla nüvə müqaviləsi bağlama ehtimalı da yüksəkdir. Bunun əsas səbəbi bilirsiniz ki, İran əgər bir razılaşma olacaqsa, Amerika və İsrail bir daha əsla onlara hücum etməməlidir və bunun üçün beynəlxalq qarantiya istəyirdi. Dünyada bu qarantiyanı İrana verə biləcək tək ölkə təbii ki, Çin idi. Lakin Çin açıq müdaxilə etməmə siyasətini gündəmə gətirərək İranın təkid və israrla tələbini rədd etdi. Yəni, arxa planda rədd etdi, qəbul etmədi. Çünki bilirsiniz ki, Çin əsla münaqişələrdə açıq tərəf tutmur. Ancaq İrana bunun yerinə yeni bir fikir, yeni bir versiya təklif etdi. Bu nədir? Yəni, Pakistan versiyası. Bilirsiniz ki, Pakistan və Çin arasında münasibətlər dünyanın geri qalanından fərqlənir. Həm iqtisadi, həm də siyasi, hərbi və silah sənayesində tərəflərin bir-birinə münasibəti tamamilə fərqlidir. Pakistanın bütün hərbi, kəşfiyyat, texnologiya sahəsindəki əksikliklərini Çin tamamlayır. Belə olan şəraitdə Pakistan hərbi qüvvələrinin İrana qarantiya verməsi İsrailin nüvə üstünlüyünü ortadan qaldıracaq. Çünki Pakistan nüvə silahına sahib bir İslam dövlətidir. Yəni, İrana qarantiya verərsə, İsrail heç vaxt İrana nüvə silahından istifadə edə bilməyəcək İrana qarşı. Bu Trumpın da işinə gəlir, çünki Trump İsrailin hər an İrana qarşı nüvə silahından istifadə edə biləcəyindən çəkinir. Gələk Amerikadakı vəziyyətə. İrandan fərqli olaraq Amerikada Trumpın və digər administrasiya üzvlərinin vəziyyəti heç də yaxşı deyil. Təbii ki, burada İranın Hörmüzü bağlı saxlaya bilməsinin böyük rolu var. Amerikada maqacı hərəkat Trumpı sıxışdırır. Çünki Trump bilirsiniz ki, seçkilərdən öncə əsla müharibə etməyəcəyini, Amerika əsgərlərinin Amerikaya geri qaytarılacağını, Amerikan pulunun boş-boş yerlərə xərclənməsinin qarşısını alacağını və Amerikanın yenidən böyük hala gətiriləcəyini iddia edərək seçilmişdi. Lakin bunun əksi oldu. Amerika tarixindəki prezidentlərin, son 30 ildəki prezidentlərin qaçmağı bacardığı bataqlığa Amerikanı aparıb salmağı bacardı Trump. Yəni, bu həqiqətən Trump dönəminin, Trump dövrünün ən uğursuz, mənə görə, addımı idi. Çünki Trump çox uğurlu strategiyalar tətbiq etmişdi. Venezuelada qələbə qazanmışdı. Cənubi Amerika ölkələrini özünə tabe etməyi bacarmışdı. Qlobalistlər üzərində ciddi qazancları var idi. Avropa ölkələrini sıxışdırmağı bacarmışdı. Vatikanı özünə itaət etməyə demək olar ki, yaxınlaşmışdı. Lakin bir strateji xəta Trumpın bütün uğurlarını məhv etdi. Artıq Vatikan Amerikanın qarşısındadır. Artıq qlobalistlər Vatikanla ittifaq halında Amerikanın qarşısındadır. Artıq Çin Vatikan və qlobalistlərlə birləşərək Trumpa qarşıdır. Bəs bunun əsas səbəbi nədir? Burada bir neçə faktor var, dəyərli izləyicilər. Qlobalistlərin maliyyə strukturuna Trump zərbə endirməyə çalışırdı. Bu Çinə də sərf etmir. İndi bunu izah edəcəm sizə. Səbəbi nədir? Bəs Çin niyə hal-hazırki mövcud sistemin çökməyini əngəlləyir? Əgər hal-hazırki mövcud sistem çöksə, Trump bunun altında qalacaq. Lakin Çin bunu əngəlləyir. Əsas səbəb odur ki, bilirsiniz ki, Çin böyük zavod kimi fəaliyyət göstərir. Yəni, məhsul istehsal edir.
Çinin istehsal etdiyi məhsulu dünyada ala biləcək alıcılıq gücünə sahib ən əsas ölkə Amerikadır. Çünki Amerika heç bir şey düzəməlli istehsal etməsə belə, dolların dünyada rezerv pulu olmasından istifadə edərək öz vətəndaşlarına yüksək rifah təmin etməyi bacarıb. Bu isə Amerika vətəndaşlarının alıcılıq gücünü artırır. Təbii ki, Çin ildə təxminən 500 milyard dollarlıq məhsul ixrac edir Amerikaya. Bunun qarşısında isə Amerikadan 200 milyard dollarlıq məhsul alır. Yəni təxminən ortada 300 milyard dollara yaxın bir açıq var. Əgər petrodollar sistemi çökərsə, yəni neftin dollarla satışı ləğv olar və bunun əvəzinə yuan və digər şeylərlə satılarsa, Amerika iqtisadiyyatı sürətli bir şəkildə çökəcək. Bu isə hal-hazırki şəraitdə Çinə sərf etmir. Çünki istehsal etdiyi məhsulu sata bilməsə, bu Çinin özündə də güclü bir iqtisadi dalğalanmaya səbəb olacaq ki, yəni düşməni yox edərkən özü də düşmənlə bərabər yox olacaq. Çin hal-hazırda düşmənini iqtisadi olaraq qorumağa çalışır ki, düşməni çökməsin. Aşama-aşama zəiflətməyə çalışır. Yəni birbaşa əgər çökdürərsə, bunun Çinə fakturası ağır olacaq. Hal-hazırda dünyanın geri qalanında Çinin istehsal etdiyi məhsulun tamamını ala biləcək bir bazar yoxdur. Ona görə də Amerika iqtisadiyyatı sürətlə çökməməlidir. Çin bunun qarşısını almağa çalışır. Trump isə bunu bildiyinə görə, yəni Çinin bu zəif damarını tutduğuna görə, həm Çini, həm onun müttəfiqlərini tariflərlə, gömrük tariflərindən hədələyə bilir. Məsələn, əgər İran neftini alsaz, sizə sanksiya tətbiq edəcəm deyə bilir Çinə. Halbuki Çinin əlində strateji məhsullar var. Amerikaya satdığı strateji məhsullar var. Çin də onlarla Amerikanı hədələyir. Məsələn, bunlar arasında litium kimi müasir texnologiyanın, xüsusən süni intellektlə bağlı texnologiyanın inkişafında ən önəmli mədənlərdən sayılan bir çox maddə Çinin əlindədir və Çin bunları Amerikaya satmamaqla hədələyir. Yəni qarşılıqlı hədələşmə olsa da iki tərəf də bir-birinin yox olmasını istəmir. Sadəcə zəiflətməyə çalışır. Tərəflər bir-birini zəiflətməyə çalışır. Təbii ki, Çinin hal-hazırdakı mövqeyi daha güclüdür. Çünki Amerika bir bataqlığa batıb və biabr olub. Və arxa plandakı çox güclü bir ittifaq hal-hazırda Çinlə bərabər hərəkət edir. Yəni burada qlobalistlər var, Vatikan var, Britaniya, Avropanın geri qalanı və s. Hamısı Trumpı yeməyə çalışır. Lakin qlobalistlər eyni zamanda İranı və Rusiyanı da istəmir. Diqqət edirsinizsə, Rusiya Trumpla yaxın olsa da, Avropa ölkələri, yəni qlobalistlərin ən güclü olduğu Avropa ölkələri Rusiyanı parçalamağa çalışır. Yəni çox bir-birinin içinə keçmiş belə bir vəziyyət var. Çin Amerikanı saxlayıb Trumpı yox etməyə çalışır. Qlobalistlər Rusiyanı yox etməyə çalışır. Çin eyni zamanda Rusiyanı qorumağa çalışır. Trump Rusiyanı saxlayıb İranı yox edib Çini zəiflətməyə çalışır. Yəni sistem belə bir döngünün içində hal-hazırda hərəkət edir. Hadisələrin gedişatının necə olacağını bərabərcə görəcəyik. Hələlik bu qədər.